Yeni il süfrəsinin təhlükəli ərzaqları. Qarşıdan gələn yeni il bayramı ərəfəsində zəngin və ağır süfrələr sağlamlıq üçün risk yarada bilər. Rusiyalı həkim, dietoloq və gastroenteroloq Yevgeniy Arzamatsev bildirib ki, həddindən artıq yemək və uyğun olmayan qida kombinasiyaları mədə-bağırsaq sistemi üçün zərərlidir. Mütəxəssisin sözlərinə görə, bayram süfrəsində ən təhlükəli məhsullar sırasında ilk yeri kolbasa, sosis və sardelkalar tutur. Onlardan sonra hissə verilmiş məhsullar gəlir. Üçüncü sırada alkoqollu içkilər və mayonez. Dördüncü yerdə isə piyli və ya yağda qızardılmış ətlər qərarlaşır. Daha sonra şirniyyatlar və tortlar. Siyahının sonunda isə duzlu şorbalar yer alır. Arzamatsev qeyd edib ki, ağır qidaların eyni vaxtda qəbul edilməsi riski daha çox artırır. Xüsusilə ilə göbələk, mayonez və pendirin birlikdə yeyilməsi mədə üçün ağır yük yaradır. Həkim bayram günlərində daha yüngül seçimlərə üstünlük verməyi tövsiyə eləyir. O, mayonezin, zeytun yağı ilə, duzlu xiyarın isə təzə xiyarla əvəz olunmasını məsləhət görərək, bu cür dəyişikliklərin mədə-bağırsaq sisteminə düşən yükü azalda biləcəyini vurğulayıb.